İkinci məsələdə deyirdi ki, avtomobil yolun yarısını 80 km/saat, qalan yolun yarısını 60 km/saat, yerdə qalan yolun yarısını isə 120 km/saat sürətlə getmişdi. Avtomobil neçə saat yolda olmuşdu? Burada 3 dəfə sürəti artırıb azaldıbmış. Deməli, yenə eyni qayda ilə bir dənə uzun yol çəkirik. Bu avtomobil 3 dəfə sürət dəyişdirə yol gedib. Birincidir, yolun yarısın. Yarı dediyinə görə, bax, buradan yarı işarəsini qoyduq. Həmin bu yarını 60 kilometr qabağa. Aha. 80 kilometr, yox, yolun yarısını deyir 80 kilometrlə. Deməli, birinci dəfəsini 80 ilə gedib. Yazıram buradan 80 km/saat. Aha. İkinci yarısını deyir, qalan yolun yarısını. Hə, qalan yolun yarısını. Qalan yolun yarısını. Yəni bu yol, bax, birinci yolu bütöv şəkildə yarı da olsa bütöv şəkildə gedib. Amma ikinci yolda isə onu da 2 dəfə yarı edib gedib. Bax, birinci yolda bütöv gedib 80 kilometre. Saatda 80 kilometrlə. Qalan yol isə yarı-yarıya yenə edib. Deməli, bunlardan birini 60 ilə gedib, birini də 120 ilə gedib. Bizə 120 ilə gedib. Bizə də burada ümumi yolun uzunluğu haqqında da kopya verib. Gəl qələmimizi dəyişdirək. Ümumi yolun uzunluğu haqqında da kopyamıza baxaq. Nədir? 960-dır. Kilometr. Bizdə nə var? Əlimizdə nələr var? 260 kilometr ümumi gedilən yolumuzdur. Necə? Deyirəm ki, əlimizdə olanlar ilk öncə yolun yarısı 80 kilometrdir. Yarısı onun gedir. 60'ı 80'e bölük. Yo. Heç neçəni? 960 bölü 80. İndi mənə qulaq as. Axı yolun yarısını deyir. İndi diqqətlə məni dinlə. Buradan düsturla yazacağam. Ondan sonra tam şəkildə anlayacaqsan. 960 mənim S-imdir. Ümumi gedilən yolumdur. 960 mənim S-im, ümumi gedilən yolumdur. S-im var bütöv şəkildə 960. Axı mənə burada deyir ki, bu yolun yarısını gedib bu 80 kilometrlə, düzdür? Ümumi əlimizdə gedilən yolumuz, yəni S-imiz rahat şəkildə var. 960-dır. Şərtdə də bizə deyir ki, bu yolun yarısını 80 kilometrlə gedib. Yarı dediyinə görə bu gedilən yolu birinci bölərəm yarıya ki, görün bu 80 kilometrlə neçə saat yol gedib, düzdürmü? Bax, bizdə bu V1 var, 80 km/saat. Birinci tərəf üçün hələ hesablayıram, hələ o birisilərə baxmıram. Hələ birinci tərəf üçün baxıram. Tamam mı? Bəli. Aha. 960-ı böldüm 2-yə, elədi neçə? 962-yə böləndə neçə alınır? 960 bölünsün 2 bərabərdir. 960 ise orada 430. Yox, dayan. 430 niyə ağa? 9-un içində 2-yə bölünən ədəd. Diqqət. 480 idi. Asıl, bəli, 480. Deməli, bu 480-in gedib də. Bax, bu yer mənə 480-i verdi. Bu balaca yer mənə 480-i verdi. Bu 480 getdiyi yeri görək neçə saata gedib. 480-i bölərəm 80-ə, düzdürmü? 480-i bölərəm 80-ə ki, görün bu yolu neçə saata getmişəm. 480-i 80-ə böləndə neçə eləyir? 480 bölünsün 80 bərabərdir 60. 60 yoxsa 6 sıfırlar gedir. Hə, 6. 80-i bölürdük, 8-ə bölsəydik. 6 saatlıq yol. Bax, bu 480-lik yoldur. 480 kilometrlik yolu
6 saata gedib 80 kilometrlə. İndi baxaq görək, burada da qalıb 480 axı, bax, burada qalıb 480-i. Düzdürmü? Bax, buranın 480-i biz tapdıq, 6 saata getdiyini tapdıq. İndi qaldı bu 480. Bu 480-i də yarı-yarıya gedib bax bu. Düzdürmü? Bunu da yarı-yarıya gedibsə, bu 480-i də bölərəm yarıya. Neçə eləyər? 480 bölü 2. Aha, bəli. Bir alardım tapmışdı. Ha, 6. 480-i 2-yə böləndə, ağam. Diqqət. Burada 2 2, 84 da. 482 beraber 200, 240. 240, bəli. Deməli, mənim bu tərəfimdə 240 kilometr olmuş oldu. Burada 240 kilometr olmuş oldu. Düzdürmü? 240. Bəli. İndi bu 240 kilometr yolu 60-la gedib burada. Burada da 120 ilə gedib. Səbri çatmayıb, görüb yavaş gedir. Səbri çatmayıb, maşını yaxşı deməli xodlayıb 120 ilə gedib burada da. İndi gəl hamısına ayrı-ayrılıqda nə qədər vaxt sərf edib, neçə saat vaxt sərf edibsə onu tapaq. Birinci tərəfi tapmışdıq ki 6 saat gedib. İndi bu ikinci tərəfi axtarırıq, tapırıq. Burada V-miz yoxdur. Gedilən yolumuz 240 var, sürətimiz var 60, amma saatımız yoxdur. İndi saatı tapmaq üçün mən nə edərəm? 240-ı 60-a nə edərəm ağam? 240'ı 60'a bölərik. Ay, sağ ol. Neçə? 40'ı da 60'a böləndə bərabər 4 eləyər. Bəli, 4 eləyər. Demək ki, buranın yolunda 4 saata gedib. Buranın 6 olduğunu bilmişdik. Buranı da 4 bildik. Qaldı bu 120 kilometr saatla getdiyi yol. Görək ora nə qədər vaxt sərf edib. Orada 240 kilometr idi. 240 kilometri də 120 sürətlə gedirdi. Görək indi bura nə qədər saat sərf edib. Bunu tapmaq üçün nə edərəm? 240-ı bölərəm neçəyə? 2. Yox, 120-yə. Axı 120 ilə gedib. Orada 120'yi tapmışdıq axı. Hətta biz orada belə deyirdik. 240'ı böləndə 2. Buradan da bildik ki 2 saat da burada gedib. İndi bütün saatləri toplayaq görək neçə elədi? Birinci 6 idi, ikinci 4 saat getmişdi, üçüncüyə də 2 saat vaxt sərf edib. Ümumi neçə saat oldu? 12 saat. 12 saat yolda olmuş oldu. Variantımız varmı? Bəli. 12 saat, bəli. A variantıdır. Tam anlaşıldı mı? Bəli. Əla.